بسم الله الرحمن الرحیم و به نستعین و هو خیر ناصر و معین. Şiaçiliğin tarixi çoxları üçün qaranlıqdır. İstəyirlər ki, biraz Şiaçiliğin tarixi haqqında məlumat verək. Ta ki, bütün qardaşlara məlum ola ki, Şiaçilik nə ilə bağlıdır, haçanda meydana gəlib. Ərz eləyək ki, Şiaçiliğin tarixi İslam tarixi ilə eynidir. Şiələrin əqidəsincə Şiaçilik ilə İslam dini eynilik təşkil edir. Şiələr həqiqi İslam dininə itaat etməyi İslam Peyğəmbərindən sonra Əliyə və onun övladlarından olan 11 imamın ardıca getməkdə bilirlər. Sünni qardaşlar isə Peyğəmbərdən sonra Əbu Bəkir, Ömər, Osman, daha sonra isə Ali əleyhissalamı xəlifə kimi qəbul edirlər. Şiə əqidəsinə əsasən İslam Peyğəmbəri Allahın əmri ilə Əlinin və onun 11 övladının Peyğəmbərdən sonra müsəlman dünyasına imam və rəhbər olmasını xəbər vermiş və müsəlmanların o 12 imamdan itaat etməsinə göstəriş vermişdir. Sünnilər isə belə güman edir ki, İslam Peyğəmbəri öz yerində heç kimi canişin təyin etməmiş, özündən sonra rəhbər təyin etməyi müsəlmanların öz öhdəsinə qoymuşdur. Müsəlmanlar da Əbu Bəkri, Əbu Bəkir də Öməri, Ömər də Osmanı, ondan sonra Ali əleyhissalamı xəlifə seçiblər. Tarix göstərir ki, Ali əleyhissalam Peyğəmbərdən sonra Əbu Bəkir, Ömər və Osmanın xəlifə olmasına razılaşmayıb və onları qəsbkar bir xəlifə kimi qəbul edirdi. Bu barədə tarixi sənədlər olduqca çoxdur. Şiələr də bu günləri bu əqidədədir. Yəni Şiə o kəsə deyirlər ki, Həzrəti Peyğəmbər sallavatullahdan sonra Ali əleyhissalamın xəlifə olmasını, imam olmasını qəbul edirlər. Və deyirlər ki, Əbu Bəkir, Ömər, Osman nahaqdan gəldi Həzrəti Ali əleyhissalamdan qabağa düşdülər. Onlar xilafətin ələ keçirtdilər və müsəlman dünyasında xəlifə oldular. Həzrəti Ali əleyhissalamın özündən qabaqki 3 dənə xəlifəyə münasibəti haqqında tarixi sənədlər çoxdur. Biz yalnız bir dənə rəvayətlə kifayətlənirik. Sünni aləmində ən mötəbər kitab sayılan Sahih-i Müslimdə, Cihad kitabında 15-ci babda 49-cu hədisdə Ömər Abbasa deyir. Deyir ki, فَلَمَّا تُوُفِّيَ رَسُولُ اللّٰهِ قَالَ أَبُو بَكْرٍ أَنَا وَلِيُّ رَسُولِ اللّٰهِ فَجِئْتُمَا فَرَأَيْتُمَاهُ كَاذِبًا عَاصِمًا غَادِرًا خَائِنًا ثُمَّ تُوُفِّيَ أَبُو بَكْرٍ فَقُلْتُ أَنَا وَلِيُّ رَسُولِ اللّٰهِ وَوَلِيُّ أَبِي بَكْرٍ فَرَأَيْتُمَانِي كَاذِبًا عَاصِمًا غَادِرًا خَائِنًا. Bu bir rəvayət idi ki, Sahih Müslimdən oxuduq, Cihad kitabında. Ömər Abbasa deyir ki, o zaman ki Peyğəmbər sallallahu vəfat elədi, Əbu Bəkir xəlifə oldu. Əbu Bəkir dedi ki, mən Həzrəti Peyğəmbərin canişiniyəm. Siz 2 nəfər, yəni Abbasa deyir, yəni ki Abbas ilə Həzrəti Ali əleyhissalam deyir ki, onu yalancı, günahkar, hiləgər və xain bildiniz. Əbu Bəkir vəfat edəndən sonra mən xəlifə oldum. Mən də dedim ki, mən Peyğəmbərin və Əbu Bəkirin xəlifəsiyəm. Siz 2 nəfər yenə də məni yalancı, günahkar, hiləgər və xain kimi bildiniz. Yəni bu Sahih Müslimdən ələ gələn bu rəvayətdən aydın olur ki, Həzrəti Ali əleyhissalam Əbu Bəkri, Öməri xain, günahkar, yalancı və hiləgər kimi tanımışdır. Şiəçiliyin daha dəqiq tarixini bilmək üçün biz gərək tarixə müraciət edək və görək ki, Peyğəmbər sallallahu əleyhissalamı ilk dəfə hansı vaxt müsəlmanlar üçün xəlifə və vəsi təyin etmişdir. Çünki Şiəçilik bağlıdır o İslam dininə ki, onda Peyğəmbərdən sonra Ali əleyhissalam müsəlmanlara imam və xəlifə olan. Bu barədə böyük sünni alimi Təbəri öz tarixinin 2-ci cildində 217-ci səhifəsində yazır. O zaman ki
Hazreti Peygamber'e peygamberlik verildi. 3 yıl Hazreti Peygamber salavatullah Mekke'de gizli şekilde peygamberlik edildi. Yani ki öz peygamberliğini aşkar şekilde beyan eylememişti. Ta ki Şuara suresinin 214. ayeti nazil oldu. Euzubillahimineşşeytanirracim ve enzir aşiretekal akrabin. Bu ayet demek isteyirdi ki Peygamber salavatullah gere öz yakın adamlarına öz peygamberliğini ilan ediyor. Peygamber salavatullah bu ayet nazil olandan sonra Abdülmuttalib'in evladlarını çağırıp bir meclis teşkil verdi. Ve onlara öz peygamberliğini haber verdi ve dedi ki ben sizi tek Allah'lığa davet edirəm. Sonra ise Peygamber salavatullah onlara buyurdu ki فَاَيُّكُمْ يُعَذُرْنِي عَلَى هَذَا الْاَمْرِ عَلَى اَنْ يَكُونَ اَخِي وَوَسِيِّ وَخَلِيفَةِ فِيكُمْ. Buyurdu ki kim bu yolda bana kömək eləyə bilər? Yani İslam dininin təbliği yolunda bana kömək eləyə bilər ta ki benim kardeşim ve benim vasiyim ve benim halifam ola sizler üçün. Tabari deyir ki Peygamber bunu beyan eləyəndə heç kim Peygamber'e cevap vermedi. Hamısı sustu ta ki Hazreti Ali aleyhisselam buyurdu ki ya Peygamber bu yolda ben sana köməkçi olaram. Hazreti Ali aleyhisselam bunu beyan eləyəndə Peygamber salavatullah buyurdu ki İnne haza ahi ve vasiyyi ve halifeti fikum fasma'u lahu ve ati'u. Yani bu Ali aleyhisselam benim kardeşim ve benim vasiyim ve benim halifem sizler için onu eşidin ve ondan itaat edin. Bu eynen ibarettir ki Tabari öz tarihinden naklidir. Demeli Hazreti Peygamber sallallahu aleyhi ve sellem ilk defa Ali aleyhisselamı vasi ve halife tayin edilip Müslümanlar için o zamanki 3 yılda peygamberliğe mebus olmuştu. Qeyd eləyək ki Tabari bu ahvalatı öz tafsirinden de nakledir. Çünkü Tabari tarihi yazandan sonra Kur'an-ı Kerim'de bir tafsiri var. Tabari öz tafsirinde hemen Şuara suresinin 214. ayetinde Şuara suresinin 214. ayetinin tafsirinde bu ahvalatı nakledir. Ve lakin orada Tabari hayanatı anlatır. Buyurur ki Peygamber salavatullah o Abdülmuttalib'in evladlarına dedi. Kim bana bu yolda kömək eləyə bilər ki en yakune ahi ve kaza ve kaza benim kardeşim olacak eğer bu yolda bana köməklik eləsin. Ve kaza ve kaza ve sair ve ilahir o vasi ve halife kelimesini orada neyinir? Tabari nakl eləmir. Ve ondan sonra Tabari deyir ki Hazreti Ali aleyhisselam buyurdu ki ben bu yolda sana köməklik eləyə bilərəm ve Peygamber de buyurdu ki inne haza ahi ve kaza ve kaza. Hazreti aleyhisselam benim kardeşimdir ve sair ve ilahir. Yine de orada vasi ve halife kelimesini neyinir? Qeyd eləmir, yazmır öz tafsirində. Ancaq tarixində Tabari bunu qeyd eləyir. Ondan əlavə Mansurun dövründə, Abbasi xəlifəsi Mansurun dövründə yaşamış böyük İslam tarixçisi İbn İshaq da öz sirəsində, yəni Sirə İbn İshaqdan həman bu əhvalatı ki nəql elədik, onu gətirir və buyurur ki Peyğəmbər sallallahu o vaxtı Həzrət Əleyhisselamı vəsi və xəlifə kimi tanıtdırır. Və lakin İbn Hişam ki sonralar onun tarixini xülasalaşdırıb onları çıxardı. Bundan əlavə Məhəmməd Hüseyn Heykəl adlı Misrin böyük tarixçisi Hazreti Peygamber sallallahu hayatı adlı kitabında o ahvalatı nəql edir. Necə ki Tabaridən oxuduq, o da qeyd edir ki Hazreti Peygamber sallallahu 3 il idi ki peyğəmbərliyə məbus idi. Əleyhisselamı vəsi və xəlifə təyin eləmişdi. Və lakin Hicri qəməri tarixi ilə 1354-cü ildəki ikinci dəfə o kitab çapdan çıxıb onu çıxardıblar oradan. Orada qeyd eləməyiblər. Və bunlardan ələ gəlir ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Ali aleyhisselamı öz sağlığında hələ 3 il idi ki Peyğəmbərliyə yetişmişdi, vəsi və xəlifə kimi müsəlmanları tanıtırdı və dedi ki onlara onun kəlamlarını eşidin və ondan itaat edin. Mümkündür bir nəfər belə güman edə ki, Şiə kəlməsi sonralar Ali aleyhisselamın tərəfdarlarına aid edilmişdir. Və Peyğəmbərin sağlığında əslən Şiə kəlməsi işlədilməyib. Bu nəzəriyyə çox batil nəzəriyyədir. O kəsi ki tarixdən heç bir xəbəri yoxdur, yalnız onlar bu fikri söyləyə biləcəklər. Şiə kəlməsi lüğəti mənada, yəni tərəfdar mənasını getirir. Hətta bu kəlmə Qur'an-ı Kərimdə də mövcuddur. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə Səffa surəsinin 83-cü ayəsində buyurur ki, Həzrəti İbrahim əleyhissalamla bağlı buyurur: "Əuzubillahimineşşeytanirracim və inne min şi'atihi la İbrahim." Yəni İbrahim əleyhissalam Nuh peyğəmbərin şiələrindən idi.
Qur'onda İbrahim'i Şia kimi tanıttırır. Kur'an-ı Kerim İbrahim Aleyhisselam'ı bizlere Şia kimi tanıttırır. Buyurur ki Hazreti İbrahim Aleyhisselam Nuh peygamberin Şialerinden idi. Yani onun taraftarlarından idi. Deməli Şia kelimesi tam taraftar manasındadır ve bu kelimenin zikr olunmasının hiçbir eybi yoktur. Ve Allah Tebarek ve Teala Mumtehine suresinin 4. ayetinde buyurur ki قَدْ كَانَتْ لَكُمْ اُسْوَةٌ حَسَنَةٌ فِي İbrahim. Yani İbrahim peygamber sizler için güzel örnektir. Saffa suresinde buyurdu ki Hazreti İbrahim Aleyhisselam Şiye idi ve inne min şiğatihi illa İbrahim. Hazreti İbrahim Nuh'un Şielerinden idi. Sure-i Mumtehine de buyurdu ki قَدْ كَانَتْ لَكُمْ اُسْوَةٌ حَسَنَةٌ فِي İbrahim. Ey müminler sizler için Hazreti İbrahim Aleyhisselam güzel bir örnektir. Yani eğer İbrahim Şii olsa bizler Şii olsa onun hiçbir kabahati yoktur. Çünkü Hazreti İbrahim'i Allah bizler için güzel örnek kimi karar vermiştir. Şia kelimesi Kur'an'dan alava Peygamber Salavatullah'ın öz kelamlarında da mevcuttur. Odur ki Sünni alimler de bunları Peygamber Salavatullah'dan nakledirler. O cümleden İbn Asakir Tarih-i Demeş'te 42. cildin 371. sayfasında, Celalettin Suyuti Durrul Mansur'un 8. cildinin 589. sayfasında, Şevkani Fethül Kadir'in 5. cildinin 477. sayfasında Cabir ibn Abdullah Ansari'den nakledirler. Ki Cabir ibn Abdullah der ki kunna inden nebi feaqbala Ali ibn Abu Talib فقال النبي قد أتاكم أخي ثم التفت إلى الكعبة فضربها بيده ثم قال والذي نفسي بيده إن هذا وشيعته هم الفائزون يوم القيامة. Yani Cabir ibn Abdullah der ki peygamberin kenarındaydı ki Ali Aleyhisselam uzaktan bize taraf gelirdi. Bu halda peygamber buyurdu: "Kardeşim size taraf gelir." Bu halda peygamber Kabe evine taraf yüz döndürüp Ali ile Kabe evine vurup dedi: "Andolsun o Allah'a ki canım onun elindedir. Bu şahs ve onun şiaları kıyamet gününde hoşbaht insanlardır. İnne haza ve şiğatehu humul faizune yevmel kıyame." Bu şia kelimesi Hazreti Peygamber Salavatullah'ın mübarek dilinden nakl olunur. Ve bundan alava başka kitaplarda da Hazreti Peygamber Salavatullah'ın rivayet varımızdır ki orada da Hazreti Peygamber Salavatullah Şialara peşte gitmeden onları müjdeleyir. Hatib-i Bağdadi Tarih-i Bağdad'ın 12. cildinde, İbn Asakir Tarih-i Demeşk'in 40. cildinde, Muttaqi Hindi Kanzul Ummal'ın 1. cildinde, Heysami Mecmu-ul Zevaid'de 9. cilde, Tabarani ise Mecmu-ul Avsat'ın 6. cildinde Ebu Said Hudri'den naklidir. O da Ümmü Selama'dan naklidir ki Ümmü Selama deyir Peygamber Salavatullah Aleyhisselam buyurdu ki Şiatuke fil cennet. Ya Ali senin şiaların cennette olacaktır. Bu şia kelimesi demek olar ki bütün bu mənbəlerde Peygamber Salavatullah'dan zikr olunubdur. Bu sohbetimizde biz şianın tarihi hakkında kısa malumat verdik ve dedik ki şia kelimesi Hazreti İbrahim'e itlaq olunub, şamil edilib Kur'an-ı Kerim'de ve Hazreti Peygamber Salavatullah'ın da kelamlarında şia kelimesi var. Ve Şia dedik ki o kese diyorlar ki Hazreti Peygamber'den sonra Hazreti Mevla Muvahhidin Ali Aleyhisselam'ı özüne imam bila ve Ebu Bekir, Ömer, Osman'ı gaspiyar bila. Ve o barada da Sahih Müslim'de de rivayet okuduk ki Ömer'in dilinden nakl oldu ki Hazreti Aleyhisselam Ebu Bekir ve Ömer'i hain, günahkar, hilegar ve yalancı kimi tanıyırdı. Tahiyyatul lakum ve rahmetullahi ve berekatuhu.